Rəhman və Rəhim olan, rəhməti hər kəsi və hər şeyi əhatə edən, isimlərində və fe'lərində hər zaman rəhməti təcəlli edən, Allahın adı ilə Allah adına, həmd, tərif etmə və təriflənmə, yaratdıqlarını mərhəməti ilə tərbiyə edən, böyüdən aləmlərin Rəbbi olan Allaha məxsusdur. O, Rəhmandır və Rəhimdir, rəhməti hər kəsi və hər şeyi əhatə edən, isimlərində və fe'lərində hər zaman rəhməti təcəlli edəndir. O, hər kəsə bir imtahan olsun deyə, nemət və ya müsibət olaraq verilənlərdən hesaba çəkiləcəyi, din gününün maliki, sahibi və idarə edənidir. Rəbbimiz, yalnız sənə abd olar, eşqlə, məhəbbətlə sənin razılığın və sevginin arxasınca qaçar və yalnız səndən razılığını, yaxınlığını, camalını, möhtac olduğumuz hər şeyi və bunları qazanmaq üçün yardımını diləyirik. Bizi sıratı müstəqimə, sənə gələn dosdoğru yola hidayətçinlə hidayət et. Nemət verdiyin kimsələrin, nəbilərin, sadiqlərin, şahidlərin və salihlərin yoluna, sənə abd olmağı qəbul etməyərək, qəzəbə düçar olmuşların və zəlalətdə qalanların yoluna deyil.